Əgər sən bugün öz qərarını vermirsənsə, sabah başqa birinin planına çevriləcəksən. Azərbaycanda şirkətlərin bir çoxu üçün işçi yalnız dəyişdirilə bilən bir resursdur. Onlara görə işçinin öyrənməsi, inkişaf etməsi əlavə xərclər deməkdir. Təlimlər verilmir, bacarıqların artırılması təşviq edilmir, vəzifə artımı yoxdur və motivasiya sistemləri köhnəlir. Bu da bir müddət sonra işçinin içində belə bir sualın yaranmasına səbəb olur. Mənim burada gələcəyim varmı? İşçi yalnız maaş üçün işləmir, onun həm də irəliləmək, özünü inkişaf etdirmək, tanınmaq, faydalı və dəyərli hiss etmək kimi psixoloji ehtiyacları da var. Əgər bu ehtiyaclar təmin edilmirsə, iş məcburən dözüləsi bir yükə çevrilir. Bu da tükənmişlik sindromu və depressiya riskini artırır. İşə təzə başlayanda səni təbrik edirlər. Əhsən, səni bu şirkətdə gələcək gözləyir, amma illər keçir, o gələcək isə gəlmək bilmir. Əvvəlcə assistent olursan, növbəti il təcrübəli assistent olursan, 3 il keçir, sertifikatlı və təcrübəli assistent olursan. Zaman keçdikcə nə etdiyini, niyə etdiyini unudursan və öz dəyərini yalnız şirkət büdcəsinin xərclər hissəsində görürsən. Qapılar açılmırsa bəlkə də sən öz binanı tikməlisən, ancaq sistemin hipnozu altında olduğun üçün bu sənin ağlına belə gəlmir. Xatırlayırsansa bir zamanlar sən gələcək vəd edilən biri deyildin, sən gələcəyin özü idin. Bir yerdə uzun müddət qalaraq eyni ritmə səssiz davam edənlərin çoxu rahatlıq və stabillik kimi ifadələrlə özlərinə təskinlik verirlər və bu stabillik çox vaxt inkişafın ölüm sükutudur. Onlar özlərində qərar vermə cəsarətini hiss edə bilmirlər, ancaq inkişaf hər zaman güclü bir qərarla başlayır. İnsan canlı varlıqdır və canlılar böyüməyə dayandırdıqları anda çürüməyə başlayırlar. İş mühitindən, müdürdən, ətrafından şikayət edənlər çoxdur və bu insanların özlərindən başqa hər kəsdən gözləntiləri var. Ancaq özlərinə və həyata meydan oxuyanlar barmaqla sayılacaq qədər azdır. Səni irəli aparacaq yeganə insan sən özünsən və unutma ki, sən özünə kömək etməsən, heç kim sənə kömək etməyəcək. Özünü inkişaf etdirmək, özünü yenidən yaratmaqdır və bu sənin yeganə yolundur. Sabitlik axtaranlar bir gün həyatdan sabit bir peşmanlıq alarlar. Sənin inkişafın gələcəyinlə bağladığın müqavilədir. Yerində sayanlara dəyər verməzlər. İnsan dəyişəndə maraqlı olur. Peşəkarlıq sənət sahibi olmaq deyil, özünü daim yeniləyə bilməkdir. Özünü inkişaf etdirmək üçün əlində bir xəritə yoxdursa, nəyi necə edəcəyini bilmirsənsə, NAT-dan faydalanmaq əla seçimdir. 31 martda başlayacaq NAT Koçları kampaniyası dəyişim alətləri ilə xidmətindədir. 3 ay müddətində peşəkar koç olaraq formalaşacaq və 3 möhtəşəm workshopda iştirak haqqını bonus qazanacaqsan. Pul və şuuraltı, karyerada uğur, effektiv ünsiyyət və manipulyasiya adlı workshoplarda NAT texnikaları ilə şuuraltının dərinliyini asanlıqla enəcək və gözəl dəyişim yaşayacaqsan. Karyerada inkişaf sistemin sənə yaratdığı şərait deyil, sənin sistemə sığmama qərarındır. Əgər sən öz inkişafını təxirə salırsansa, həyat da səni təxirə salacaq. Fikirləriniz çox maraqlıdır.